deyim var ki, dünyada 100 nəfərdən ikisi entrepreneurdur, yəni biznesmendir, onun da biri bilmir. Belə bir söz var. Hə, yəni daha Üzr istəyirəm, deyir ki, Tanrı, Allah Taala paxıllığı yaratdı, 100 hissəyə böldü. Onun 99'un alimlərə verdi, bir hissəsini adi insanlara verdi. O bir hissəsində də alimlər insanlarla şərikdirlər. Yaxşı fikirdir. Hə, yəni nə demək istəyirəm? Entrepreneur, yəni bu entrepreneur bizim dildə sahibkardır, entrepreneurdur, girişimcidir. Bunlar bu beyin belə deyək də özəlliyi, yəni bütün insanlarda yoxdur. Və bunu bu günləri dünyada institutlar və sairələr araşdırırlar ki, entrepreneur necə qərar verir. Və onu indiyənə qədər də tapa bilməyiblər. Çünki bu bir elə çox intuitivdir və bu necə formalaşır o bilinmir hələ ki. Hələ ki dünyada bunun ciddi araşdırmaları var ki, müxtəlif belə yazılar və sairələr var, amma tam dəqiq bilinmir ki, bu necə qərar verilir. Birinci səhv oradadır ki, biznesmen ruhiyyəsində olmayan adam biznes qurur. Birinci səhv oradadır. Çünki biznesmen belə deyək də bir həyat tərzidir, bir formadır. Biznesdə həmişə problemlər var. Biznes problemlə üzləşmək sənətidir. Yəni biznesmen həmişə problemlə üzləşməlidir, hər zaman problem həll eləməyə çalışmalıdır. Əgər problemim olmasın, mən rahat olum, başım dinc olum deyirsənsə, sən biznesmen ola bilmərsən.